elə qəribə baxırsan? Sən kimsən? Nə? Sən kimsən deyirəm sənə? Sən Camal deyilsən. Nə danışırsan sən? Başqa hava gəlib sənin? Sən neçə illik həyat yoldaşı tanımırsan? Mən öz sevdiyim insanı çox yaxşı tanıyıram. Amma sən o deyilsən. Sən kimsən deyirəm sənə? Ne oldu, ne haber? Xəbər heç də yaxşı deyil. Nətər yaxşıdır, başa düşmədim. Canan, dostunu izlə demişdim mənə. İzlədim, amma tapa bilmədim. İş yerinə də baxdım, işə də gəlib getmir. Ne olar ki, bir dəfə də bir işçi arıdın da. Görən elə bir gün olacaq, gəlib havaksama xoş xəbər gəlsin adama. Ay dədəm var. Canan, inan ki, hər yerə baxmışam. Ay qardaş, baxmaq lazımdır. Axtarmaq lazımdır, tapmaq lazımdır. Lazımlı yerdə lazımlı adamı tapmaq lazımdır. Başa düşürsünüz siz bunu. Alo. Haradasan sen? Yukarıdaki depodayım. Çıxdım yanınıza gəlirəm. Təcil gəl depoya. İşim var. Oldu, yaxşı gəlirəm. Bilirəm indi yeri deyil. Amma xahiş edirəm mənə vaxt ayır. Sənə vacib söz deməliyəm. Aydə, Dedim axı, indi yeri deyil, bilirəm. Sən vaxt ayır mənə, görüşək, oturaq, danışaq. yaxşı. Mən onda səndən xəbər gözləyirəm. Görək də indi nə xəbər verəsən? Yaxşı ya pis? Bu səbər yaxşı xəbər olacaq. Görək də. Acımsan? Hələ, biraz. Mən özümdə yaman acmışam. Sən bir dənə maşına hazırla. Gedib ötürü bir keçörək yeyib restoranla. Yaxşı. Ofisə gedirik, İskəndər bəy. Ha, gedək. Çoxdan da işlə məşğul olmuruq. Gedək görək neyniyək. Yaxşı. Bəri bax, o Kemal'ın söhbəti nə oldu? Araşdırdım, ölüb yasaldı. Siz dediniz, o məsələ ilə özüm məşğul oldum. Mən də araşdırdım. Başımız sağa qarışdı deyə Kemal təmiz yadımdan çıxdı. Sağır uşaqlar xaricdədir. Bunu ikimiz bildik. Bu Zöhrabda mən hər şey gözləyirəm. O nə desin eləyə bilər. Qoy hələlik onlar xaricdə qalsınlar. Zöhrabda məsələsini həll eləyək. Sonra deyərəm gəlsinlər. Kemal ölməyib, sağdır. Nətər, ölməyib? Axır ki, səndən bir şah xəbər eşitdim də. Belə bir atalar misalı var. Bilmirəm, eşitmirsən ya eşitməmsən. Atalar deyib ki, iki qoçun başı bir qazanda qaynamaz. Düzdür. Mən demirəm. Atalar deyib. Görürsən kimi oxşayacaqsan? Atava, yoxsa mənə? İstəyirəm atava oxşam. Onun gözləri kimi gözəl olsun gözlərin. Ata, Hacan qızım. mən anam üçün çox darıxmışam. Mən də atam.
Haydi. Vaxt ayır dedin, gəl danışaq. Gəldim. Nəsə deyəcəkdim mənə. Gəlin eşidirəm, buyur. Camal, mən hamiləyəm. Lap yaxşı. Allah analı atalı böyütsün. Sən əsas məsələyə keç. Buyur, eşidirəm sən. Camal, bizim uşağımız olacaq. Mən səndən hamiləyəm. Nə? Niyə bu qədər təəccüblənirsən ki? Camal, 6 aydır biz bir yerdəyik, biz bir-birimizi sevirik. Ay, mən Camala sənə nə deyim mən, öldü getdi də. Necə? Nəsə dedin, Camal? Heç nə, deyirəm ki, Ayda, danışarıq bunları. İndi nə bu söhbəti, nə yeridir, nə də vaxtıdır. Sevinmədin sən bizim uşağımız olacaq deyə. Sevindim. Amma dedim də, yəni danışarıq bunu, yaxşı. İndi getməliyəm, vacib işim var. Yaxşı, Camal, danışarıq. Üzürlü say, değerinden değer vermişem. Üzürlü say, seni sev salıp adam bilmişem. Üzürlü say, her günahı savab bilmişem. Üzürlü say, sen beni üzürlü say. Yalandan aldadıp mənə vermə vədləri zamanla. Öz günahımla tek kalıram mən sayəndə. Anladım ki mən qalmadı taqət daha məndə. Bunu bilsən də bağlamasan hər şey qismətə. Səndən fərqli mən nisbətən vururam bu eşki müsbətə. Niyə döndü sevgim nifrətə? Kırılıp qanadım axı geç sağalır dağınıq həyatım yenidən yaranır. Nəfəsim daralır axı mən yaralı. Üzürlü say. Axşam mallar gəldi. Hamısı da yükləndi tırlara. Yola çıxmaq vaxtıdır. Olar bir sual verim. Buyur, olar. Malları niye özünüz aparırsınız? Adamlara güvenmisiniz? Güvənmək söhbəti deyil. Güvənməsəm, heç kim yanında saxlamazdı. Öz şəxsi işim var Rusiyada. Alış-veriş məsələsidir. Ona görə özüm gedim. Başa düşdüm. Mən burada yoxkən bütün işləri sənə tapşırıram. Şəxsən özün nəzarət etsən hamısını. Sənə inamım və güvənim sonsuzdur. Qısa müddətdə tanış olmamıza baxmayaraq, etibarım var sənə. Narahat olmayın. Gözünüz arkada qalmasın. Sağ-salamat yolunuz açıq olsun. Her şey sana göre oldu. Sen yaxşı an olsaydın, kız o sahip çıkardın. Mən yaxşı anayam. Sən yaxşı ata ol.
Ayda necəsən? Sağ ol üçün, sən necəsən? Yaxşıyam canım. Hardan belə? Zamandan görüşdən gəlirəm. Deyəsən görüş yaxşı keçmir. Yox. Hamilə olduğunu dedin. Dedim ilk günü, amma Camal heç vecinə deyil. Niyə? Bilmirəm. Camal axır vaxtlar çox dəyişib. Ya zənglərimə cavab verir, ya mesajlarıma baxır. Uşağı dedim, o bile vecinə deyil. Və hamilə olmağın onun üçün bir əhəmiyyəti var. Yaxşı Könül, gedim mən biraz dincəlim. Yorğunam. Sonra danışarıq. Yaxşı, oldu. Sağ ol. Görüşərik. Oldu canım. İskəndərin yerini öyrəndim. Hardadır? Bugün depoya malları gələcək. Onu orada öldürmək için en yaxşı yerdir. Maşınımı hazır elə. Gedirəm. Diplomata icazə verin, mən də sizlə gəlim. Tək etməyinizi istəmirəm. Ofisə gedirik ana. Ha, mən ofisə gedirəm. Sən Kamal axtarmaqda bu dəfə biraz ciddi ol. Yaxşı mı? Yaxşı, Mənim ofisə biraz işim var. yaxşı. Bax ha, Kamalı tapmamış bu dəfə gözümə görsənmişsən. Eşitdin məni? Yaxşı. Ha, bu Nurlan hardadır? Nəsə deyəm, qızlardan başı açılmış, yanımıza gəlib eləmir. Mən də onu deyəcəkdim ana. Nurlan Şahdağdadır. İstirahətdə. Nə? Düz eşitdin mi? Hə, düz eşitdim. Bəxtəvər adamdır. Deyirəm, bu adam ağıllanmadı da. Bu boyda iş güc tökülüb qalıbdı. Bu qızla gevsi Şahdağda dincəlir. Vapşi bilsən nə var? Olsa bir də zəng eləsə bilsən nədən ona? Ona da heç gəlməsin buralar, elə qalsın o qızın yanında. Yaxşı. Göy gəlmənin mənası nədir ki? Və qardaş, bu düz yer işini yeriyəmir. Getdi, yedi qolunun qıçasını vurusundurur. Mənasız şeydir. Deyirəm, işimizə gücümüzə bax valla. Yaxşı, deyərəm. Dincəlir cəmaat. Yaxşı ana. Mən gedəyim, Kamalla məşğul olum. Ha, get, get.
Camal, mən hamiləyəm. Camal bizim uşağımız olacaq. Mən səndən hamiləyəm. Değerinden değer vermişem, üzürlü say. Seni sev salıp adam Sevilmədin sən bizim uşağımız olacaq deyə. Her günahı savab bilmişem, üzürlü say. Sen beni üzürlü say. Yalandan aldadıp mənə vermə vədləri zamanla. Öz günahımla tek kalıram mən sayende. Anladım ki mən qalmadı taqət daha məndə. Bunu bil sən də. Bağlamasan her şey qismətə. Səndən fərqli mən nisbətən. Vururam bu eşki müsbətə. Niye döndü sevgim nifrətə? Kırılıp kanadım axı geç sağalır. Dağınıq həyatım yenidən yaranır. Nəfəsim daralır axı mən yaranır. Oldu yaxşı, özüm səni yığaram. Nə olub? Niyə təəccüblənirsən? Nə oldu? Belə gəlməni gözləmirdim, ona görə təəccübləndim də. Üzvü görən cənnətli idi Kənan bəy. Evə gəlmirsən? Biz də gəldik ki, iş yerində səni görək. Lap yaxşı. Yaxşı elif gəlmisən. Xoş gəlmisən. Necəsən? İşlərin necə gedir? Yaxşıdır. Belə də şükür işləyirik. Kənan, deyirəm axşam bəlkə yeməyə gedək baş-başa. Restorana. Nə deyirsən? Olar. Gedərik. Burası bir balaca işlərim var. O işlərimi yoluna qoyum. Axşam gəlsən evdən götürərəm, gedərik. Yaxşı mı? Yaxşı. Onda mən gedim evə. Hazırlaşım. Səni gözləyirəm. Yaxşı. Get. Sizdə bu xəbər hardandır? Onda sizin İskəndərdən qisas almaya ehtiyacınız olmayacaq. Zöhrab bu günləri İskəndəri öldürəcək. Salam Nicat. Necəsən? Sən haçan gəldin Bakıya? Salam Nurlan, yaxşı. Sən necəsən? Dünən gəlmişəm. Hə, lap yaxşı. Bəlkə gedə bir oturaq çay içək. Köhnə günlərdən danışaq, ötən illərdən. Hə, olar qardaşım, olar. Gedək. Hə, gedək qardaşım, gedək. Ağa nə yox? Moskvadan nətərdir vəziyyət? Nəyə nətər gəldin? Belə də şükür. Alo. Alo, salam Kənan. Hə, salam. Yaxşıyam. Sən nətərsən? Yaxşıyam, sağ ol. Haçan görüşürük? Haçan da mənə vaxt ayırmırsan? Biraz işlərim çoxdur bu aralar. Vaxt elim görüşərik. Yaxşı mı? Yaxşı, nə deyim? Gözləyirəm. Çox gözləməzsən, narahat olma. Gözləmə, sifət sallama. Yaxşı. Salam ata, necəsən?
Yaxşıyam ata, çox sağ ol. Yaxşılıqdır. Onlar da yaxşıdır, şükür Allaha. Ata. Ata, biz nə vaxt qayıdacaq? Burada sıxılıram axı, Bakıya qayıtmaq istəyirəm mən. Yaxşı ata, yaxşı. Heç nə. Yox, narahat olma, hər şey qaydasındadır. Oldu ata, oldu. Sağ ol. Cavanşir də çıxıb getdi xaricə. Mən bunu gedim Cəmala deyim. Cəmal bilməlidir. Burada bir işə yaramırdı. Gedib orada nə iş görəcək bu? Fərasətsizin biri fərasətsiz. Başına bir iş açacaq orada. Ona depo. Burada depo var. Məni də alamsan? Ona depo. Burada depo var ha. Yenə səhv məlumat verirlər hə sənə? Qal burada. Ağlın başına gəlsin. Bu münamı yığım görüm hardadır. Bu Namik de telefonu niye açmır? Yəqin onun işi zadı var beşəmdə, məşğuldur. Təzdən bir də yığım görüm. Cevap vermir. Bir de. Deyirəm özümüzdə işə saldıq da. Bu boyda başlayınca biz Kemalı hardan tapacağıq? Aa, sen de o Kenan'ın adamı değilsen ha? Ged o Kenan'a denen. Kemal yanımdadır. Eğer Kemal istəyirsə, gelsin benim yanıma. Başa düşdün ha? Başa düşdün. Mən
nə bilim hardan tapacaq. Gəl gedək görək hardan tapırıq.